Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə fonetikadan paylaşılmış 10 suallıq sınağın izahına baxacağıq. Gəlin başlayaq. Deyir, kitablar sözünün fonetik təhlili ilə bağlı düzgün fikir hansıdır? Bilirik ki, sonu B, C, D və C hərfi ilə bitən çoxhecalı sözlərin tələffüzündə özündən sonra samitlə başlayan söz və yaxud da ki, şəkilçi gələrsə, bu zaman bu B P kimi, C Ç kimi, D Ç kimi və C isə Ç kimi tələffüz edilir. Kitablar sözündə isə sözdən sonra samitlə başlayan şəkilçi gəlibdir. Deməli, burada B samiti nə cür tələffüz ediləcəkdir? P şəklində. Yəni, sözün tələffüzü kitablar formasında olacaq. Aha. İndi buna əsasən düzgün fikri müəyyənləşdirək. Sözdə kar zincirli samit cütlüyü işlənibdir. Bu fikir yanlışdır. Düzdür, burada yanaşı gələn samitlər var. P və L samiti yanaşı gəlibdir. Amma bunlar bir-birindən cütlük təşkil eləmir. Ona görə də kar zincirli samit cütlüyü işlənin fikrini yanlış hesab edəcəyik. Ahəng qanunu şəkilçi pozub. Biz baxdıqda sözün özündə, kökündə ahəng qanunu onsuz da pozulubdur. Burada yəni şəkilçini əlavə etməyimiz ahəng qanununa hər hansı bir təsiri olmayıb. Çünki sözün özünün kökündə ahəng qanunu pozulubdur. Ona görə B variantı da doğru deyil. İsimdir və cəm şəkilçisi qəbul edib. Bu fikir özlüyündə doğrudur. Kitab sözü isimdir və lar cəm şəkilçisini qəbul edib. Amma biz fonetik təhlili ilə bağlı doğru bir fikri seçməliyik. Bu isə onun morfoloji təhlilinə aiddir. Ona görə C variantı da olmaz. Bir samit yazıldığı kimi tələffüz edilir. Burada biz müşahidə elədik ki, bir samit yazıldığı kimi tələffüz edilmir. Ç samiti idi, T, L və R. Bu 4 samit yazıldığı kimi tələffüz edildi, amma B samiti P kimi tələffüz edildi. Deməli, burada desəydik ki, bir samit yazıldığı kimi tələffüz edilmir, onda biz bu fikri düz götürə bilərdik. Çünki burada yalnızca B samitinin yazışı ilə deyilişində fərq var. Ona görə D variantı da olmaz. Sözdə keyfiyyət dəyişikliyi var. Bəli, bu fikir doğrudur. Ümumiyyətlə, sözün fonetik təhlil eləyərkən sözdə iki cürə dəyişiklikdən bəhs eləmiş oluruq. Biri var kəmiyyət dəyişikliyi, biri də var keyfiyyət dəyişikliyi. Kəmiyyət dəyişikliyi sözdə səs və hərflərin say etibarilə bir-birindən fərqlənməsinə deyilir. Və kəmiyyət fərqi iki cür olur. Bir, səs artımı hesabına, səs artımı və səs düşümü hesabına kəmiyyət fərqinin əmələ gəlməsi. Bir də var keyfiyyət fərqi. Keyfiyyət fərqi dedikdə isə sözdəki hərf və səslərin bir-birindən fərqlənməsi nəzərdə tutulur. Yəni, məsələn, kitablar sözündə buradakı B-ni biz nə cür tələffüz elədik? P şəklində. Deməli, burada hərf və səslərdən bir-birindən fərqlənmiş oldu. Bu olur keyfiyyət dəyişikliyi. Deməli, biz E variantını onda doğru hesab eləyə bilərik. Çünki həqiqətən də burada keyfiyyət dəyişikliyi var. Belə ki, sözün sonundakı B samiti özündən sonra samitlə başlayan şəkilçi qəbul etdiyinə görə burada kar tələffüz edilibdir. Yəni, B P kimi tələffüz edilibdir. Ona görə bir də olacaq cavabımız nə? E variantı. Növbəti. Ayaqqabı sözünün fonetik təhlilə bağlı düzgün fikir hansıdır? Belə ki, qoşa Q samitləri sözdə qoşa Q samitindən istifadə edilərsə söz ortasında K, Q kimi tələffüz edilir. Amma hər zaman biz deyə bilmərik ki, əgər qoşa Q yanaşı gəlibsə, o K, Q kimi tələffüz ediləcək. Çünki əgər qoşa Q'lar söz qovşağında gəlirsə, bu zaman biz onu K, Q deyil, X, Q formasında tələffüz edəcəyik. Məsələn, ayaqqabı sözündə olduğu kimi. Burada qoşa Q'lar söz qovşağında gəlib deyə K, Q deyil, X, Q formasında tələffüz ediləcək. Yəni, sözün tələffüzü nə cür olacaq? Ayaqqabı. Aha, indi ona əsasən biz fonetik təhlil ilə bağlı düzgün fikri müəyyən edirik. Deyir ki, ahəng qanunu kitablar sözündə olduğu kimidir.
Ayaqqabı sözündə ahəng qanunu pozulmayıbdır. Çünki bütün saitlər qalındır. Ahəng qanunu nə idi? Sözdə incə və ya qalın saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilirdi. Burada isə baxdığımızda ayaqqabı sözündə saitlərin hamısı qalın olduğuna görə, deməli burada ahəng qanunu pozulmayıbdır. Və deyir ki, burada ahəng qanunu kitablar sözündə olduğu kimidir. Burada olduğu kimi deyil. Çünki kitablar sözündə sözün kökündə bir incə sait, bir də qalın sait gəldiyinə görə ahəng qanunu pozulubdur. Və burada birində pozulub, birində isə pozulmadığına görə deməli ahəng qanunu eyni deyil. Ona görə variantı olmaz. Sözdə samit cütlüyündən istifadə edilibdir. Buna bayaq da toxunduq ki, burada düzdür, x və q yanaşı gəlibdir. Amma bunlar cütlük təşkil eləmir. Çünki bir-birinin qarşılığı deyil, x-nın qarşılığı q-dır, q-nın isə qarşılığı k-dır. Ona görə bunlar bir-birindən cütlük təşkil eləmir. Sadəcə olaraq söz qovşağında qoşa samitlərdən, daha doğrusu sadəcə belə deyə bilərik ki, söz qovşağında yanaşı samitlərdən istifadə edilibdir. 2 samit yanaşı gəlibdir. Bu da getdi. Ona görə B variantı da getdi. Mürəkkəb söz olduğunu əminliklə deyə bilərik. Bəli, ayaqqabı sözü mürəkkəb sözdür. Amma bunun fonetik təhlili ilə bağlı deyil ki, ona görə C variantı da olmaz. Ğ zingiltili samitinin çar qarşılığı işlənibdir. Aha. Ğ zingiltili samitdir və onun da çar qarşılığı nə idi? X. Həqiqətən də sözün tərkibində x samitindən istifadə edilibdir. Deməli bu fikir doğrudur. Ğ zingiltili samitinin çar qarşılığı, yəni x samitindən istifadə edilibdir. Sözdə kəmiyyət dəyişikliyi var. Biz bayaq da dedik ki, kəmiyyət dəyişikliyi nə idi? Sözdə hərf və səslərin say etibarilə bir-birindən fərqlənməsi idi. Amma burada biz hərf və səslərdə bir fərqlilik müşahidə eləmədik. Ona görə burada kəmiyyət dəyişikliyi yoxdur. Burada sadəcə olaraq q, x kimi tələffüz edildi deyə burada bir səs fərqli tələffüz edilibdir. Keyfiyyət dəyişikliyi var. Ona görə bizim doğru cavabımız olacaqdır D variantı. Sonra küskünlük sözünün fonetik təhlilə bağlı düzgün fikir hansıdır? Söz necə tələffüz ediləcək? Deməli sözü küskünlük formasında tələffüz edəcəyik. Söz küskünlük formasında tələffüz edildi. İndi bunun fonetik təhlilinə bağlı baxaq düzgün fikir hansıdır? Deyir, eyni cinsli samit cütlüyü işlənibdir. Bu fikir doğrudur. Çünki burada biz baxdıqda nə görmüş oluruq? Qoşa n samitlərindən istifadə edilibdir. Deməli, eyni cinsli samit cütlüyündən istifadə edilibdir. Sonra ç samitinin çar qarşılığı olan c samiti işlənibdir. Ç samitinin özü çardır. Onun zingiltili qarşılığı c-dır. Burada bu c samiti çar deyil axı. Ona görə də bu fikir doğru deyil. Deyir ki, c samitinin çar qarşılığı olan c samiti işlənib. Amma c çar samit deyil. Zingiltili samitdir. Ona görə B variantında verilən fikir yanlışdır. Söz ortasında 2 çar samit işlənib və çar samitlər çoxluq təşkil edir. Burada söz ortasında 2 çar samit yanaşı işlənməyibdir. Çünki burada yanaşı işlənənlər biri n samitlərdir, qoşa n samitlərdir. Bunlar zingiltili samitdir. Bir də s və c samiti yanaşı işlənibdir ki, onlardan da s çar, c isə zingiltili samitdir. Deməli sözün ortasında 2 çar samit işlənib fikri də doğru deyil. Və çar samitlərinə, zingiltili samitlərin sayına baxdıqda ç, s, bir də x iştirik. Bunlar çar samitdir. 3 çar samit var. C, n və bunlar da zingiltili samitlərdir. 3 zingiltili samit var. Deməli bunların sayı da bərabərdir. Yəni biri-birindən çoxluq təşkil edilmiş olmur. 2 samit yazıldığından fərqli tələffüz edilir. 2 yox, 3 samit yazıldığından fərqli tələffüz edilir. Birində c ç-ya çevrilmiş oldu. Daha sonra l n-ya çevrildi və sondakı ç isə x kimi tələffüz edildi. Deməli 3-ü fərqli tələffüz edilirdi. Sözdə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi var. Biz burada yalnız keyfiyyət dəyişikliyini müşahidə elədik. Belə ki, ç, c kimi,
L, n, xışdırıqsə, daha doğrusu ç isə xışdırıq kimi tələffüz edildi. Amma cəmiyyət fərqi, yəni sözdə səs və hərflərin bir-birindən sadəcə fərqlənməsini müşahidə eləmədik. Ona görə burada E-də yanlışdır. Deməli, cavabımız oldu A variantı qoşan ılardan istifadə edildiyinə görə. Palıd yarpağı birləşməsində aslı tərəfin fonetik təhlilə bağlı düzgün fikir hansıdır? Aslı tərəfin deyir, yəni birinci tərəf. Bir-iki söz birləşmələrində birinci tərəf gələn tərəf aslı, ikinci gələn tərəf əsas tərəfdir. Deməli, biz palıd sözünün fonetik təhlilə bağlı düzgün fikri müəyyən etməliyik. Bayaq qeyd elədik ki, sonu B, C, D və C ilə bitən çox hecalı sözlərdə özündən sonra samitlə başlayan söz və yaxud da şəkilçi gəldikdə, bu vaxtı sözün sonundakı cincirli samit çarlaşır. Əgər özündən sonra saitlə başlanan söz və ya şəkilçi gələrsə, onda elə cincirtili olaraq da tələffüz edilir. İndi burada samitlə başlayan sözdən sonra samitlə başlayan söz gəldiyinə görə, deməli D nə cür tələffüz ediləcək? T kimi. Yəni çarlaşacaq tələffüzdə. Deməli, bu sözün tələffüzü nə cür olacaq? Palıd formasında. Palıd. İndi buna əsasən biz baxaq. Sözdə cincirtili samitlər çoxluq təşkil eləmiş olur. Deməli, cincirtili samitlər deyir, çoxluq təşkil edir. Hansılardır cincirtili samitlər? Bir dənə L-dır. Yəni, bir dənə cincirtili samit var. P və T isə çar samitlərdir. Deməli, burada cincirtili yox, çar samitlər çoxluq təşkil edir. Çünki 2 çar, P və T, bir cincirtili samit var. O da L samitidir. Ona görə A variantı doğru deyil. Keyfiyyət dəyişikliyinin səbəbi ikinci sözün ilk hərfidir. Bu fikir doğru fikirdir. Nəyə görə? Çünki biz dedik ki, burada əgər palıd sözündən sonra saitlə başlanan söz və ya şəkilçi gələrdisə, onda burada heç bir keyfiyyət dəyişikliyi baş verməyəcəkdir. Keyfiyyət dəyişikliyinin səbəbi özündən sonra samitlə başlanan sözün gəlməyidir. Ona görə B variantında verilən fikir doğrudur. D cincirtili samitdir, çar qarşılığı T samitidir. Bu fikir özlüyündə doğrudur. D cincirtili samitdir, çar qarşılığı T'dir. Amma burada palıd sözündəki D T kimi tələffüz edilir. Yəni bunun tələffüzündə artıq D samiti qalmır deyə biz bu fikri doğru hesab edə bilmərik. Çünki biz burada metafonetik təhlili deyilişə görə aparıq da, yazışa görə. İlk sözdən sonra saitlə başlanan şəkilçi və yaxud da söz gəlsə, sözdə keyfiyyət dəyişikliyi olmazdı. Amma kəmiyyət dəyişikliyi olardı. Bura qədər düzdür. Keyfiyyət dəyişikliyi olmazdı. Həqiqətən də əgər saitlə başlanan söz və şəkilçi gəlsəydi, D ilə yazıldığı kimi də deyiləcəkdi. Amma sözdə kəmiyyət dəyişikliyi də olmazdı axı. Burada biz hər hansı bir saitlə başlayan söz və şəkilçi artırdıq da, bura palıd sözündən sonra. Yenə də elə olduğu kimi də tələffüz ediləcəkdi. Yəni deyilişində nə kəmiyyət, nə də keyfiyyət dəyişikliyi olardı. Daha sonra deyir ki, söz bu çar samitinin qarşılığı ilə başlayır. Deməli, bu çar samit deyil axı. Ona görə də bu fikir də səhvdir. Bu cincirtili samitdir. Desəydi ki, söz bu cincirtili samitinin çar qarşılığı ilə, yəni P ilə başlayır, onda fikir düz olardı. Deməli, burada düz fikrimiz oldu. Keyfiyyət dəyişikliyinin səbəbi ikinci sözün ilk hərfidir olan variant, yəni B variantı. Fonetika sözünün fonetik təhlil ilə bağlı səhv fikir hansıdır? Deməli, nə cür tələffüz ediləcək? Əvvəlcə sözün deyilişini qeyd edək. Bu tələffüz ediləcək poetika formasında. Deyir ki, səhv fikri müəyyən edin. Səs artımı olur. Bəli, doğrudur. Belə ki, biz Y samitini əlavə eləmiş olduq. Bu fikir doğrudur. Yazıldığından fərqli tələffüz edilir. Bəli, həm Y samiti əlavə edilmiş oldu, həm də O aya keçdi. Bu fikir də doğrudur. Sözdə həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyi var. Bəli, kəmiyyət dəyişikliyi sözdə hərf və səslərin bir-birindən fərqlənməsi idi. Və burada biz gördük ki, Y samiti əlavə edilmiş oldu. Deməli, kəmiyyət dəyişikliyi burada gördük. Həm də kəmiyyət dəyişikliyi demişdik ki, iki cür olur. Həm səs artımı hesabına, həm də səs düşümü. Burada səs artımı hesabına kəmiyyət dəyişikliyi müşahidə elədik. Həm də keyfiyyət dəyişikliyi var. O, A kimi tələffüz edildi. Deməli, burada keyfiyyət dəyişikliyi də var. Saitlərin ortaq cəhəti mövcuddur. Bəli, bu fikir doğrudur. Məsələn, deyə bilər ki, buradakı saitlərin hamısı dodaqlanmayan saitlərdir. Ona görə D variantı doğrudur. Sözdə saitlərlə samitlər bərabər deyil.
Bu fikir də doğru deyil. Çünki burada 4 samit var. P, Y, T və K 4 samit var. Və 4 də sait var. A, E, I və A saitləri. Ona görə oldu. Deməli cavabımız D variantı. Sonra növbəti sual. Verilənlərdən hansının tələffüzü və yazılışı eynidir? Təəssüflə sözünə baxaq. Əgər söz ortasında qoşu saitlər, eyni cinsli qoşu saitlər gələrsə, bu zaman nə cür tələffüz edilirdi? Saitlərdən biri düşür, digəri isə uzun tələffüz edilirdi və zərf düzəldən laş əksisi isə nan formasında tələffüz edilirdi. İndi burada biz baxaq təəssüflə sözündə deməli dediyimiz qaydaya əsasən qoşu əllərdən biri düşəcək, biri uzanacaq, yəni təəssüf və lə isə dedik ki, zərf düzəldən laş əksisi nan formasında tələffüz edilir. Deməli sözün tələffüzü necə olacaq? Təəssüflə formasında. Deməli burada bunun yazışıyla deyilişi eyni olmadı. Ona görə A variantı olmaz. Maaş sözü. Bayaq qeyd etdiyimiz kimi qoşu saitlərdən biri düşəcək, biri isə uzun tələffüz ediləcək. Ona görə B variantı da olmaz. Poeziya sözündə poeziya formasında tələffüz ediləcək. Yəni burada həm kəmiyyət dəyişikliyi var, həm keyfiyyət. O A kimi tələffüz ediləcək və Y samiti əlavə ediləcək. Deməli bunun da yazışla deyilişi eyni deyil. Sonra ləzzət sözünə baxdıqda, ləzzət sözü eyni elə yazıldığı kimi də tələffüz edilmiş olur. Yəni ləzzət formasında söz ləzzət formasında tələffüz ediləcək. Ümumiyyətlə sözün kökündə işlənən qoşa B, C, D, sonra F, L, M, N, R, S bu kimi samitlər yazıldığı kimi də tələffüz edilmiş olur. Həmçinin Z samiti. Məsəl üçün addımdır, güllədir, elə ləzzət sözünün özüdür. Ona görə burada heç bir dəyişiklik yoxdur. Elə yazıldığı kimi də tələffüz ediləcək. Sərbəstlik sözünün fonetik təhlilinə, yəni daha doğrusu deyilişinə nəzər salsaq, burada söz nə cür tələffüz ediləcək? Sərbəstlik formasında tələffüz ediləcək. Yəni burada sözün kökündə olan T düşür, L D kimi tələffüz edilir, Ç isə xışdırıq kimi tələffüz ediləcək. Deməli cavab olacaq D variantı. Deyir ki, verilənlərdən hansı sözün fonetik təhlil zamanı nəzərə alınmır? Baxaq. Sözdə samitlərin növləri nəzərə alırıq. Cincirtilidir, yoxsa kar samitdir. Ahəng qanunu və hecanına nəzərə alırıq ki, söz ahəng qanununa tabedirmi və hecalara ayrılmasında nəzərə alırıq. Vurğunu və saitlərin növlərində təbciddə nəzərə alırıq. Sözün hansı nitq hissəsi olması və sualı bu sözün fonetik təhlili zamanı nəzərə alınmır. Çünki sözün hansı nitq hissəsi olmasına və sualının morfoloji təhlilinə aiddir, fonetik təhlilinə deyil. Kəmiyyət və keyfiyyət dəyişikliyi də bəli fonetik təhlilinə aiddir. Deməli cavab olacaqdır D variantı. Çünki bu sözün fonetik yox, nədir? Morfoloji təhlilinə aiddir. Palıtlıq sözünə fonetik təhlillə bağlı düzgün fikir hansıdır? Demək sözdə biz bayaq da qeyd elədik ki, sonu B, B, C və C samitlərlə bitən sözlərdən, çox hecalı sözlərdən sonra samitlə başlayan söz və ya şəkilçi gələrdisə, sözün sonundakı D samiti T kimi tələffüz edilirdi. Burada isə baxdıqda özündən sonra samitlə başlayan şəkilçi gəlib deyə D, T kimi tələffüz ediləcək. Yəni söz palıd formasında tələffüz ediləcək. Və L şəkilçisindəki L isə D-ya keçəcəkdir. Yəni palıd, D formasında tələffüz ediləcək. Qını isə X kimi tələffüz edəcək. Deməli sözün tələffüzü oldu palıddıq. İndi buna əsasən baxaq. Düzgün fikri biz seçməliyik. Deyir sözdə ən azından bir sonor samit işləndiyini əminliklə deyə bilərik. Bu fikir doğrudur. Niyə? Çünki burada sözün düzdür. Buradakı L şəkilçisindəki L D-ya keçir. L D əvəzlənməsi baş verir. Amma biz sözün kökünə nəzər salsaq görərik ki, orada sonor samitdən, sonor samitlərimiz hansıları idi? L, M, N və R. Burada görürük ki, L samitindən istifadə edilibdir. Buradakı L hər hansı bir başqa belə deyək də deyilişdə fərqlənmiş olmur. Elə yazıldığı kimi də deyilir. Ona görə də biz dəqiqliklə deyə bilərik ki, sözdə ən azından bir sonor samit, yəni L samitinin istifadə edildiyini deyə bilərik. Deməli bu fikir doğrudur. A variantında verilən fikir. İndi digərlərinə də
Deyir ki, söz çar samitlə başlayıb zincirli samitdən bitir. Bu fikir deməli baxaq doğrudurmu? Çar samitindən başlayır. Düzdür. P çar samiti ilə başlayır. Amma zincirli samiti ilə bitmir axı. X çar samiti ilə bitir. Deməli söz elə çar samiti ilə başlayıb, çar samiti ilə də bitir. P samiti ilə başlayır, X ilə də bitir. Ona görə B variantı da olmaz. Sözdə T samitinin zincirli qarşılığı işlənməyib. T samitinin zincirli qarşılığı nədir? D. Amma sözün tələffüzündə də D-dan istifadə edilibdir. L şəkilçisindəki L, D əvəzlənməsi baş verdi. Ona görə C variantı da yanlışdır. Sözdə çar zincirli samit cütlüyü işlənməyibdir. Bu fikir də yanlışdır. Çünki biz T-D-nın istifadə edildiyini görürük. Yəni çar zincirli samit cütlüyü T-D var. İki zincirli samitin çar qarşılığı yoxdur. Burada sözdə hansı zincirli samitlərdən istifadə edilibdir? L və D. Bunlardan isə birinin qarşılığı, yəni L-nın qarşılığı yoxdur. D-nın çar qarşılığı var T. Ona görə E variantı da yanlışdır. Demək bizim cavabımız olacaqdır A variantı. Belə ki, biz dəqiqliklə dedik ki, sonor samitdən, yəni L samitindən istifadə edilibdir. Hansı söz birləşməsinin aslı tərəfinin son samiti zincirli tələffüz olunacaq? Kitab rəfi. Burada özündən sonra samitlə başlayan söz gəlib deyə B, P kimi tələffüz ediləcəkdir. Yəni, sözün sonundakı zincirli B samiti P qarşılığı çar samiti olan P samiti kimi tələffüz ediləcək. Ona görə variantı doğru deyil. Ağaclarımız. B variantında bu ağac sonundakı C samitindən sonra samitlə başlayan şəkilçi gəlibdir deyə C kimi tələffüz ediləcək. Yəni ağac formasına tələffüz ediləcək. Amma bizə deyir ki, söz birləşməsi olsun. Ağaclarımız sözü söz birləşməsi deyil, axı sözdür. Ona görə olmaz. Qonaq dəstə. Deməli, çoxhecalı sözlərdə sözün sonu q ilə bitərsə, özündən sonra samitlə başlayan söz və yaxud da şəkilçi gəldikdə q, x kimi tələffüz edilir. Özündən sonra saitlə başlayan söz və şəkilçi gələrsə q, ğ kimi tələffüz edilir. Burada isə özündən sonra, qonaq sözünün özündən sonra samitlə başlayan söz gəlib deyə q, x kimi tələffüz ediləcək. Ona görə, yəni çar samit kimi tələffüz ediləcək. Ona görə C olmaz. Çörək ətri. Belə ki, çoxhecalı sözlərdə Ç samitindən sonra, Ç samiti ilə yəni bitən çoxhecalı sözlərdə özündən sonra saitlə başlayan söz və yaxud da şəkilçi gələrsə, Ç, Y əvəzlənməsi baş verir. Yox, özündən sonra samitlə başlayan söz və ya şəkilçi gələrsə, Ç, X kimi, yəni İ kimi tələffüz edilir. Burada isə baxırıq, çörək sözündən sonra nə gəlibdir? Saitlə başlayan söz gəlibdir. Deməli, buradakı biz Ç-nı Y kimi tələffüz edəcək. Yəni, çörək ətri formasında tələffüz edəcək. Bizə də deyir ki, son samiti zincirli tələffüz edilsin. Deməli, buradakı Ç, zincirli Y kimi tələffüz ediləcək. Ona görə cavab olur D variantı. Bəs E niyə olmaz? Bizə deyir ki, şərtdə hansı söz birləşməsinin aslı tərəfinin son samiti zincirli tələffüz edəcək. Burada isə diqqət eləsək, çörək ətri daha doğrusu birləşməsi deyil. Bu söz birləşməsi deyil. Çünki burada nöqtədən istifadə edilibdir. Bu nöqtə qoyulubsa, deməli bu söz birləşməsi deyil. Cümlə halındadır. Ona görə E variantı da olmaz. Hansı sözdə səs hərfdən çoxdur? Bir tələffüzünə nəzər salaq. Dostluq sözünün tələffüzü necə olacaq? Dostluq formasında. Yəni, burada sözün kökündəki T düşəcək. L, D əvəzlənməsi baş verəcək. Q isə X kimi tələffüz edəcək. Deməli, biz burada gördük ki, burada düşmə baş verdi. Sözdə səsin hərfdən çox olması üçün səs artımı olmalıdır. Burada isə səs düşümü var. Ona görə səs hərfdən çox deyil. Təəssüflə sözündə necə tələffüz ediləcək? Ələrdən biri düşəcək, bir uzun tələffüz ediləcək və ləysə nən kimi tələffüz ediləcək. Deməli, burada ənin biri düşdü və təəssüf lə sözündə, lə şəkilçisində isə bir dənə n əlavə elədik. Deməli, saitin biri düşdü, bir dənə samit əlavə edildi. Deməli, bunlar bir-birini tarazlamış oldu. Biri düşdü, səsin biri düşdü, biri isə artdı deyə bir-birini tarazladı. Səs hərfdən çox olmadı, elə bərabər qaldı.
Bəşəriyyət sözündə İyyət şəkilçisi əgər sözdə ümumiyyətlə qoşa y-dan istifadə edilibsə, bu qoşa y sözün kökündə olanda elə yazıldığı kimi də qoşa y ilə də deyilir. Amma bu y qoşa y-lar şəkilçinin tərkibində, İyyət şəkilçisinin tərkibində işlənərsə, onda y-nın biri düşür, biri isə qalır. Bəşəriyyət sözündə də bəşər sözünün köküdür. İyyət şəkilçisinin tərkibində işlənib deyilən, deməli burada y-lardan biri düşəcək. Yəni səs hərfdən çox olmayacaq. Əmoğlu. Belə ki, bəzi mürəkkəb sözlərdə yanaşı gələn 2 saitdən biri tələffüz zamanı düşür, digərisi uzanmadan tələffüz edilir. Burada deməli, i və o saitləri yanaşı gəlibdir mürəkkəb sözdə. Burada i saiti düşəcək, o isə uzanmadan tələffüz ediləcək. Yəni, söz əmoğlu formasında tələffüz ediləcək. Deməli, burada da düşmə olduğuna görə səs hərfdən çoxdur deyə bilmərik. Poeziya sözündə isə poeziya formasında tələffüz edilir. Yəni, y əlavə edildiyinə görə biz deyəcəyik ki, sözdə səs hərfdən çoxdur. Deməli, cavabımız olacaq E variantı. Belə yoldaşlar. Bu qədər. İzah dinləyərsiniz. Hər hansı bir qaranlıq qalan məqamı olsa və yaxud da ki, sualınız olsa, yazarsınız rəylərdə cavablandırılacaq. Dinlədiyiniz üçün təşəkkürlər.